Mən normalda qrafik dizayner ya da kompüter operatorla ya da kompüter mühəndisliyindən qabaq iki xəyalım var idi. YouTuber olmaq, bir də VSP yarışlarına qatılmaq. Bəlkə görəsiniz nədir Red Bull, əsasda Red Bull həmən o elə videolara sponsor olur. Mən ümumiyyətlə demək olar ki, o videoları o kadar çox sevirəm ki, mənim demək olar ki, bax, onu deyim sizə, mənim normal 1-2 il müddət arası mənim televizorumda tək kəşfətim ancaq və ancaq velosiped videoları olmuşdu. Red Bull'un yarışmalarına baxıram, ya velosiped videolarına baxıram, cürbəcürünə baxıram. Yəni kəşfətim 1-2 il müddətində ancaq velosiped idi. Mən normalda velosiped videoları çəkmək istəyirəm, amma ki kamera setim yoxdur. Velosiped nədir, cəhənnəmə, velosipedim var, amma ki uyğun deyil. Yenə də əlimdən gələnə qədər eləməyə çalışacağam. Mənim də bir xəyalım var idi. Amma ki alandıra bilmirəm. Yəni, çox istəyirəm. Bu videoları dəhşət çox istəyirəm ki, mən də elə videolar çəkim. Mən də elə mənə də Red Bull sponsor olsun. Şimdi sən lan, mən kim deyirəm? Bir bax, Red Bull'un kurucusunun işi gücü yoxdur. Gəlib də mənə olacaqdı, sponsor olacaqdı ki, niyə də olmasın? Təsəvvürə gətir, sabah bir gün qalxırsan, telefona baxırsan, email gəlirdi Red Bull'dan. Niyə sponsor olmasın? Təsəvvürə gəlir, yerimdən hoppanaram da. VSP videolarına gələrsək, mən elə videoları çəkmək üçün hələ ki velosipedimin təmir edəcəm. Daha hələ ki velosipedin kaliperləri düzəldiləsidir. Ondan sonra velosipedin iki təkərləri düzəldiləsidir. Sonra nətər deyim sizə, velosipedin frenləri, yəni tormozları dəyişilməlidir. Çünki məndə velosipedin tormozları normal teldən işləyir, hidrolik deyil də. O bir şey mən çalışacağam, hələ ki bir dəqiqə indi elə videolar çəkməyə bir dəqiqə hələ ki halım yoxdur. Yəni psixolojim nədir? Psixolojim nədir? Buna hələ ki hazır deyil. Yəni bu videoyu zorbalarla çəkirəm onsuz, yəni özümdə deyiləm əslində hələ ki. Yəni onsuz o hadisədən sonra o hadisədən sonra danışacağız. Ya da heç danışmayacağım, çünki bu ümumiyyətlə danışası bir şey deyil. Neyse, bu velosiped videolarını hələ ki çəkməyəcəm, amma ki normal YouTube kanalıma videolar, serilər atmaya devam edəcəm. Öpdüm sizi.